Azərbaycanda tez-tez orta təbəqə zəifdir ifadəsini eşidirik. Amma məsələ maaşın az olması ilə bitmir. İlk olaraq, orta təbəqə kimdir? Sabit gəliri olan yox, yığım edə və aktiv toplaya bilən qrupdur. Əgər aylıq gəlirinin böyük hissəsi kirayə, kommunal və gündəlik xərclərə gedirsə, kapital formalaşmır. Rəsmi məlumatlara görə 2025-ci ilin yanvar-noyabr dövründə ölkədə orta aylıq nominal əmək haqqı təxminən 1102 manat təşkil edib. Artım var, amma istehlak qiymətləri də artmağa davam edir və real yığım potensialı məhduddur. Son illərdə istehlak kreditləri və kredit portfeli əhaliyə nisbətən artıb. Mərkəzi Bankın statistik göstəricilərinə görə 2025-ci ilin sonlarında Azərbaycanda ümumi kreditlərin həcmi təxminən 27,6 milyard manat səviyyəsində olub. Bu kredit portfelinin böyük hissəsi ev təsərrüfatlarının xərclərinə yönəlib. Bu vəziyyət göstərir ki, insanlar real yığım və aktiv toplanması əvəzinə daha çox kreditlə istehlak xərcinə cəlb olunur. Nəticə olaraq orta təbəqə yalnız daha çox maaş almaqla deyil, real yığım və aktiv sahibliyi imkanlarının məhdudluğu ilə bağlıdır.